Dostlar, bir daha hər vaxtınız xeyir olsun. Bu da növbəti tələbəm. Mənim yerlim, bizim Qardaban rayonundan Ravil tələbəm. Dostlar, bir şey deyəcəm. Həqiqətən bəzən olur ki, mən tələbələrimə əsəbləşirəm, bəzən olur ki, tələbələrimi danlayıram. Amma oturub fikirləşirəm ki, mən bunu yaşımda neyinirdim? Yəni, bugün həqiqətən bunların yaşında bunlar bu cürə anlayıb, gəlib bu sənəti öyrənmək istəməkləri həqiqətən mənə xoş gəlir ki, bunlar həyata 1-0 öndə başlayırlar. Deməli, Ravil çox bilmiş uşaqdır, sözün yaxşı mənasında. O da mənim çox xoşuma gəlir bilmişliyi ki, bilir harada nə etmək lazımdır, o mənada bilmişliyi var. Və buradan da sənin Atamanavı təbrik edirəm ki, sən burada inşallah ki, mənim yanımda öyrəndin və bu sənəti ən azından müəyyən bir səviyyədə bilirsən, işləməyə başlaya bilərsən. Maya xanım, anavız həqiqətən əziyyət çəkdi. Sizin çox xəyalları var idi ki, inşallah mənim evladım bu sənəti mənimsəsin. Buradan demək istəyirəm ki, Maya xanım gözünüz aydın olsun. Həqiqətən mən bir ustası kimi siz də bilirəm ki, həqiqətən məndən razısınız. Özünüz görmüsünüz əl işlərini. İnşallah ki, toyunu görəsiniz, inşallah ki, xeyrini görəsiniz. Belə yaxşı, inşallah çörəyi olsun, yaxşı sənəti davam eləsin. Allah xeyrini versin, nə xoş mənə ki, həqiqətən nə xoş mənə ki, mən bunlara bir balaca da olsa həyatda müəyyən bir şeydə qatqım olur. Səni inşallah ki, bu bərbərlik fəaliyyətində uğurlar arzu edirəm. Allah sənin yolunu açıq eləsin. Necə pulu sevirsən mənim kimi, necə müəyyən işlər bilirsən. İnşallah ki, sənətdə də o cürə davam elə. Çörəyin bol olsun, ruzun da artıq olsun. Yaxşı, öpürəm səni. Sən mənim dəyərli tələbələrimdənsən. İnşallah sənət şüərli olsun. Sağ olun.